Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, hər kəsə bəllidir ki, dünya ölkələr sırasında zəncirvari siyasi prosesin əsasında İranın çökməsi, İranın səlahiyyəti Çinin əlinə keçməsi deməkdir. Əgərsə bu siyasi proseslərində say hesab vaxtı əsasında qoyulandan kənara çıxsa, deməli, dünya tarazlığının əsasən itirmə nöqtəsinə gəlib çatacaq. Məqsəd Çinin İranı idarə etməsi sisteminə balanslaşdıracaq. Əgərsə Amerika Birləşmiş Ştatları burada siyasi hərəkətində, burada Rusiyanın da gizli siyasi prosesi davam edirsə, o deməkdir ki, İranın çökməsi və İran ərazisində bütün resurslar Amerika Birləşmiş Ştatlarının əlinə keçməsi, Kərkəz körfəzi Amerikanın nəzarətində olması deməkdir. Amma Kərkəz körfəzinin Amerikanın nəzarətinə keçməsinə Çin tarix boyu imkan verməz. Yəni Şimali Koreyanın ola bilsin ki, İrana bu yaxınlarda nüvə silahının yeridilməsi, göndərilməsi açıq-aşkar bəyan etsin. Ona görə ki, bu atom nüvə silahının əgər adı hallanarsa, Rusiya Federasiyası, Rusiya dövləti Ukraynaya əgər nüvə silahı ilə zərbə endirmiş olsa, yenə də Rusiyanın özünə ən böyük zərər dəymiş olacaq. Əsasən, əgərsə Rusiya bu siyasi prosesdə Ukraynaya nüvə silahını endirmirsə, o deməkdir ki, dünyada 2050-ci ilə kimi dünya ölkələrində deməli 2 milyard insanı məhv etmək planındadır. Burada Rusiya-Ukrayna savaşında ən böyük soyqırıma məruz qalan, qətləmə qalan məruz Rusiyanın tərkibi, indiki Rusiyanın tərkibi nəzarətində olan türklərdir. Çoxları deyir, Slava Ukrayna, nə bilim, yaşasın Ukrayna. Onlar ki, bədbəxtdir ki, o insanlar, əsl türklər bunu deməz. Ukraynanın böyüməsi, xaxolların geniş şəbəkəyə əl atması bizim türk dünyamıza da böyük zərəli var. Rusiyanın da türk dünyasına zərəli var. Amma ki, Rusiya Sovetlər İttifaqının dönəmində faşizm müharibəsində gördüyünüz kimi və sonra Sovet hökumətinin parçalanması və Amerika Birləşmiş Ştatlarının tərəzində bərabərliyinin bir gözü Amerika daha da ağırlaşdı. Ona görə ki, hal-hazırda Rusiyanın öz tərəzisində qalması bu dünyanın tərəzisini saxlaması deməkdir. Əgər bugün Rusiya tamamilə çökmüş olsa, Amerika Birləşmiş Ştatları dünya ölkələrin üzərində daha dəhşətli və qorxulu silahları ilə hökmranlıq və bəşəriyyəti cəngini alması deməkdir. Bu planın əsasında, arxasında donan İngilislərdir. İngilislərin tarix boyu qurduğu oyun, gördünüz ki, ərəb ölkələrinin əzə-əzə, sonra Rusiya-Ukrayna savaşı, sonra Amerika Birləşmiş Ştatları Venezuelanı Rusiyanın nəzarətindən çıxartmasına səbəb oldu. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, zəncirvari siyasi hərəkətin nəticəsində xalqıma, millətimə və Türkiyə Cumhuriyyətinə, Birləşmiş Türkiyə səslənirəm ki, hörmətli Türkiyə ordunun və güclənməsinə, Azərbaycanla bərabərliyinin ordunu hazır vəziyyətdə saxlamasını, ehtiyat balansının nəzarətində və öz təhlükəsizliyimizi qoruması üçün əlinizdən gələni edin. Bu savaşın əgər dayandırılmasa İran-Amerika savaşı, bunun axırı sonu, əgər Amerika Birləşmiş Ştatları ilə Çinin arasında gizlin siyasi proses getmiş olsa, o zaman iki ölkənin arasında tartışma Amerika Birləşmiş Ştatlarının öz siyasətinə nail olması deməkdir. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Amerika Birləşmiş Ştatları Yakutiya və Ukrayna ərazilərində və qeyri ərazilərdə və Pakistan-İran sərhədində olan resursları və Kərkəz körfəzini ələ keçirtməklə, o cümlədən İran siyasi hərəkətində ortada bir radikalizmlə əlavə ortadakı bir mühüm məsələni gündəmə gətirilməsi və qaldırmasının səbəbi ondan ibarətdir ki, Hindistan və Çinin qarşısını alması deməkdir. Dəyərli soydaşlarım, gördüyünüz kimi və hər kəsə buradan səslənirəm, xalqıma, millətimə, xaxolların Krım türklərinə etdiyi zülüm və Rusların da bütün
Türklərə, coğrafiyamızda Azərbaycana, Dağıstana və Sibir ərazilərində olan türklərə, Altay ərazisində olan türklərə Altayın kəsib Çinə verməsi bu tarix boyu Rusların türklərə böyük zərbəsi olubdur. Ona görə çoxlarınız sevinir ki, Slava Ukrayna deyir, Ukraynanı dəstəkləyir. Amma bu bədbəxtçilikdir. Rusiyanın da məhv olması, Ukraynanın da məhv olması əsasən biz türklərə sərf edir. Əgər 52 dövlətin Ukraynaya, yəni dünyanın ən qorxulu müasir texnologiyasını verirsə, Ukrayna güclənirsə, Rusiyanı vurursa, o deməkdir ki, bizim oradakı Rusiyanın ərazisində olan türklərdir. Zaten Ukraynanın ərazisində olan təmiz türkləri Ukraynalılar demək olar ki, məhv etdi və Krım türkləri qalıbdır orada. Əsasən bu nəzarət onların da əzilməsinə, bizim türk qardaşlarımıza böyük ziyanı vardır. Mən buradan xalqıma, millətimə səslənirəm. Rusiyaya əsasən tərkibində olan türk dilli xalqların, millətlərin gündəmə gətirin. Nədən mənim türk xalqım qətliama Rusiya tərəfdən Ukraynaya göndərilib qətliama məruz qalır? Səbəb nədir? Məqsəd nədir? Türklərin kökün kəsirmi? Həmin Rusiyadır faşizm müharibəsində türklər Rusiya uğrunda canlarından keçdi. Azərbaycan minlərlə əskər qurban verdi faşizm müharibəsi. Amma Azərbaycan 9-u qələbə Rusların bayramını keçirdi, qələbə günü. Ruslardan mənə nə xeyir? Ruslar zaten bizi işgal edib. Həmin Ruslardır ki, İrəvanı aldı, Qarabağı aldı, verdi erməni, Dağıstanı aldı. Ruslar bilirdi ki, bugün Qarabağ, sabah İrəvan, birisi gün Dərbənddir, Dağıstandır. Ona görə ki, siyasi proseslərin əsasında Rusiya tarix boyu öz çirkin siyasətini Naxçıvan üzərindən Türkiyədə balanslaşdırıb və məhv etməyə çalışır. Rusiyanın siyasəti nəticəsində Naxçıvanın nəzarətində öz çirkin siyasətini tarixdə qurdu və PKK-nı gücləndirməklə bölgələrə göndərib Əfqanistandakı Güney Türkistana da ən böyük bir zərbəni endirmiş oldu. Rusiya Federasiyasının bax çirkin əməllərindən biri buydu. Türkiyə Respublikasının, Türkiyə Cumhuriyyətinin, mən Birləşmiş Türkiyə deyirəm, yəni bu türk dilli xalqların rəhbəri Türkiyəni parçalamaq istəyən Rusiyadır. Ona görə ki, Türkiyənin tərkibində böyük planlar cızır. Böyük mitinglərin yaranmasında, Fransanın da və Siyonistlərin də Qərbin siyasətinin əsasında Rusiya planları və İran durmuşdu. Ona görə ki, Rusiya çox çalışır ki, Türkiyənin tərkibində çoxlu bayraqlar, muxtariyyətlər yaratsın və orada əsasən dinlərdən də istifadə edir, maliyyələşdirir. Rusiyanın tərkibində olan müsəlmanlar Türkiyənin tərkibindəki olan müsəlmanları maliyyələşdirir. Ona görə Türkiyə ayıq olmalıdır. Rusiya da bu kartdan istifadə edir. Rusun məqsədi Türkiyənin ərazilərini ələ keçirmək kimi və oradan yadınızdaydı ki, Rusiyanın prezidenti dedi ki, Xristiyan torpağı. Xristiyanlar əvvələn Türk torpağında olan türkləri öldürdülər. Qeyri-millətlər gəldi, oraya doldular, məhv etdilər. Sonra təzədən türklər öz ata torpağının Türkiyəni, İstanbul'u, Ankaranı azad etdilər. Yəni bu Anadolu'nun ərazisi bütövlüyündə Rusiya gizli planlar da cızır. Əsasən də Rusiyanın planında 500 min Rusu Bodrum'a göndərməsi istirahat bəhanədir. Siyasi və kəşfiyyat xarakterli məqsəd yönlü o xariciləri, turistləri cəlb etməsidir. Türkiyənin bütün sırlarını və Türkiyənin bütün ərazisini və insanları satın almaq niyyətində və Rusiya planların daşımasıydı. Ona görə Rusiya çox güclü siyasətin nəticəsində. Əgərsə bugün dünya ölkələrin qorxduğu Rusiya, bugünkü gündə əgər bir Rusun əskəri öləndə, bir Rus vətəndaşı öləndə yadınızdaydı, Fransa idmançısı Rusiyanın bayrağının ayağının altı salmaqla 700 Fransızı məhv etdiyi, yoxa çıxartdı. Ona görə ki, Rusiya ömrü boyu 2 milyon əgər Rusiya əskəri itiribsə, heç vaxt Rusiya bir dənə əskər olsun ki, bir əskərə 100 qısas alan 2 milyona dünyanı məhv edər. Ona görə burada ölən əskərlərin göz yumulmasında, Rusiyanın göz yumulmasında ondan xəbər verir ki, Rusiya Federasiyası türk mənşəli türklərin müharibə göndərilməsi ölümündə bir nömrəli düşmənçilik yapır.
Rusiyanın tərkibində ölən etnik tayfaların əksəriyyəti türk millətləridir. Ukraynada da elə. Yəni Rusiyanın da Ukraynanın da məhv olması daha mən məsləhət görərdim. Ona görə ki, Qara Dəniz məsələsi var. Ukraynaya dəstək verən Azərbaycanlılara deyirəm. Vaxtilə Rusun siyasi məsələsində mən də dedim Ukraynaya, yəni Rusiyanın mərkəzin vursun. Və bu barədə demək olar ki, Rusiyadan savaş başlamayanda 2 il öncə onu demişdim. Sonra mənim çıxışımdan sonra Rusiya-Ukrayna savaşı 2 il sonra başladı. Və ona irad tuturdular. Mənim o videoma və mən o videonu sildim. Ona görə ki, mən buradan hər kəsə səslənirəm. Rusiyanın ərazisində qırılan türk kökəlnidir. Əsasən də Ukraynada onların döyüşdə qabağa gedən də yenə də Krım türklərinə və kökən türk olanlardır. Bu xəqollarla Rusların qoy məhv olması bizim türk dünyamızın qapısı açılması demək. Dəstək verməyin nə Rusiya, nə Ukraynaya. Mən buradan farslara səslənirəm. İndiki qondarma İran dövlətinin, xalqına, millətinə səslənirəm. Güney Azərbaycanın baskı altında saxladı. 40 milyon Azərbaycanlı necə olur ki, bunlar pasportda fars yazılır. Necə olur ki 40 milyon 50 milyon Güney Azərbaycan artım olmadı. Elə 35 milyon 40 milyon 50 milyon qaldı. Deməli fars siyasətinin burada böyük siyasətin dərinlikləri idi. Farsın PKK-nın dəstəyi verməsi Fransa ilə bərabər olmaz. Rusiya ilə və qeyri millətlərlə, sionistlərlə də əl bir olması demək idi. Bəs yaxşı, necə oldu ki PKK bu günləri İranın ərazisində dövlət yaratmaq siyasəti, coğrafiyada yenə burada sionistlərin, ingilislərin siyasəti iki türk millətinin qapısı kəsməsi deməkdir. Ona görə ki, tarixdə də türklər farsları xilas etdi. Amma farslar türklərə qarşı böyük çirkin siyasət yürütdü. Buradan farslara səslənirəm. Yenə də sizin arxanızda yenə Türkiyə Cumhuriyyəti durdu. Birləşmiş Türkiyə yenə sizə dəstək verdi. Siz farslar Azərbaycanın Türkiyənin yanında qalsaydınız və qardaşlıq rəmzini daşısaydı, düşmənçilik əvəzinə qardaşlığı irəli sürsəydi, bugün dünyada ən böyük gücə sahib olmuş olacaqdı. Amma siz bizə qarşı çirkin siyasət yürütdünüz. Amma bugün çörək verdiyiniz PKK sizin torpağınızı parçalayıb. Silah verdiniz, arkasında durdunuz və Türkiyədə böyük bir partlayışlara, çevrilişlərə, maliyyələşdirməyə və vəsaitə, ziyarətə gələn pullarla, neftin pulları ilə, necə ki, Türk torpaqlarının resursları ilə Rusiya Federasiyası Türklərə oyun qurdu. Öz neftimizlə özümüzü vururdu. O cümlədən İraqda, Suriyada öz neftimizlə Türkü vururdu. Və oradan PKK-ya verən də ərəblər idi. PKK-nın bir qoludur Türkmən bölgəsində gəlib dolmuşdu. Neft ərazisinə görə Türkmənlərin yanına yerləşdirmişdi. Osmaniyadan Kərkük Türkmən bölgələrinə fikir verir.